Qarabağ Universitetinin Tibb və Sağlamlıq Elmləri Fakültəsi regionda müasir tibb təhsilinin formalaşdırılması istiqamətində yeni tədris modeli tətbiq edir. Fakültədə hibrid, spiral və interprofessional təhsil sistemləri əsasında innovativ proqramlar həyata keçirilir. Fakültəmiz klassik tibb təhsilinin ötəsində bir təhsil verməyə başlayıb. Yəni sistemimiz, metodumuz çox yenidir. Biz ümumiyyətlə təhsili 3 ana başlıq haqqında mən fərqliliklərini söyləyə bilərəm. Bizim təhsilimiz, tibb və sağlamlıq elmləri təhsilimiz hibrid təhsil olaraq gedir, spiral təhsil olaraq gedir və interprofessional təhsil olaraq gedir. Bəs bu təhsil metodlarının klassik digər təhsillərdən fərqi nədən ibarətdir? Birinci kursda tibb fakültəsi, tibb bacılığı ixtisası, diş həkimliyi və əczaçılıq təməl tibbi elmləri hamısı bir yerdə görürlər. Yəni bu interprofessional təhsilin önəmli bir parçasıdır. Bəs hibrid təhsil sistemi nədir? Hibrid təhsil sistemində isə bizdə artıq kafedralar anlayışı yoxdur. Təməl tibb elmləri içində bütün fərqli ixtisasdan olan müəllimlər bir arada dərs keçir. Və spiral sistem dediyimiz şey nədir? Bir mövzu bir kursda tamamilə anladılıb bitirilmir. Burada olmaq mənim üçün çox qürur vericidir. Həm də bir tərəfdən çox məsuliyyətlidir. Çünki biz bugün burada sadəcə bir universitet qurmuruq. Həmçinin biz burada gələcəyin səhiyyə sistemini formalaşdıran bir mühit qurmuş oluruq. Bundan əlavə, öz təhsil proqramımız haqqında sizə kiçik bir məlumat verim ki, bizim təhsil proqramımız çox innovativ, beynəlxalq standartlara uyğundur. Biz bugün burada spiral metodu ilə və integrativ metodla dərslər veririk. Həmçinin biz burada IPA dediyimiz yanaşma ilə dərslər veririk. Bu nə deməkdir? Dərslərimiz bloklar üzrə aparılır və bu blokların hər birində biz 5 xətt üzrə Science xətti, Arts and Humanities, CBE, Skills xətti və həmçinin research xətti üzrə yanaşı dərs proqramları aparmış oluruq. Biz klassik tibb təhsilindən fərqli bir proqram üzərində çalışırıq və buna da nail olduğumuza mən inanıram. Klassik tədrisdə bir il biz əgər anatomiyanı keçiriksə, bir il fiziologiyanı keçiriksə və yaxud da ki, bir il biokimiya fənnini keçiriksə, bu tədris modelində biz bu saydığımız fənləri tam 3 il ərzində tibb fakültəsində, tibb ixtisasında keçirik. Qarabağ Üniversitesi Tıp ve Sağlamlık Elmleri Fakültesi bölgenin geleceğine yapılmış çok değerli bir yatırımdır. Çünkü tıp ve sağlık eğitimi doğrudan insan yaşamına, toplumsal sağlığa katkı sunan bir alandır. Fakültemizde sadece mevcut sağlık sorunlarına değil, geleceğin sağlık gereksinimlere yönelik de hekimlər, tıp bacısı və tıp qardaşları yetişdirməyi hedefliyoruz. Bu mərkəz öz fəaliyyət çərçivəsində tələbələrə olduqca yüksək peşəkar dəstək göstərir. Onların sosial problemlərini həll edir və digər akademik problemlərində onlara dəstək olur. Mərkəzi qurarkən qarşımızda əsas məqsəd ondan ibarət idi ki, tələbələrə bir ailə ortamı yaradaq və bu ailə ortamını düşünürəm ki, bu 8 ay müddətində yarada bilmişik. Tibb və Sağlamlıq Elmləri Fakültəsinin tələbələri tərəfindən tibb klubu yaradılmışdır. Hansı ki, bu klub həm tələbələrlə iş mərkəzi, həm də tibb və sağlamlıq elmlərinin tələbələrlə iş mərkəzinin birgə fəaliyyəti nəticəsində yaradılmışdır. Burada oxumaq bizim üçün çox qürur vericidir və böyük bir şansdır. Çünki yenidən başlayan bir universitet və bizə töhfə verilən çox böyük bir şans var. Tibb təhsili çətin olduğu qədər də maraqlıdır. Biz burada müəllimlərimiz və tələbələr arasında interaktiv şəkildə dərslər keçirik. Uşaqlıq arzum elə tibb sahəsi üzrə təhsil almaq və mütəxəssis olmaq idi. Biz burada ən yeni və müasir metodla təhsil alırıq və bu mənim üçün böyük bir qürur verici hissdir ki, biz şəhidlərimizin xüsusiyyətlə alınmış bu torpaqlarda təhsil alırıq və yaşayırıq. Mövcud klinikamız böyüyür, hər gün böyüyür, amma indi çarpayı sayımız, yataq sayımız 109-dur, 100-ün üstündədir. Demək, bizdə 20-dən çox ixtisasda həkimimiz var. Klinikamız 3 mərhələdə açılır. Demək, birinci mərhələni artıq keçmişik. Bu ambulator xidmətlərdir ki, ambulator xidmətlərin içində hər cür, yəni həm pediatriyası, həm demək, böyük xəstələr üçün, həm də eyni zamanda cərrahi branşların da öz poliklinikaları var. Diaqnostik mənada laboratoriyamız tam funksionaldır. Ondan əlavə radiologiya bölünməmiz işə başlayır. Bizim demək ikinci mərhələdə artıq təcili yardım xidmətimiz açılacaq. Bu təcili yardım xidmətimiz də inşallah iyun ayının ortasında açılması planlaşdırılır. Bu ilin axırına qədər 230 nəfər tam komanda olmalıdır. 230 nəfərlə də fikirləşirik ki, klinika tam funksional, yəni həm belə deyək, poliklinik xidmətlər, ambulator xidmətlər, həm təcili yardım, həm də stasionar xidmətimiz tamamilə işləyə olacaq.